Avto FM'də maliyyəçi ilə davam edirik. Çox maraqlı, fərqli bir buraxılışımız olacaq deyə düşünürük. Rəhman Rəsulov aparıcı qismində studiyadadır. Digər maliyyəçi aparıcımız Namiq Əlizadə buradadır. Sabahın xeyir olsun. Sabahın xeyir Rəhman. Salamlayıram bütün dinləyicilərimizi. Eyni zamanda qonaqlı qaralı bir proqramdır. Qonağımız Aras Supermarketlər şəbəkəsinin marketinq departamentinin müdiri Ramil Ağayevdir. Ramil bəy, xoş gəlmisiniz. Necəsiz? Salamlayıram sizi, həmçinin dinləyicilərimizi. Hər kəsin sabahı xeyir olsun, günü və işləri uğurlu olsun. Bugün Namiq biz əslində planlaşdırmışdıq ki, pərakəndə ticarətdə marketinq istiqamətlərindən danışılacaq. Bilmirəm, bunlar fərqli bir şeylərdir, yoxsa yox? Ümumiyyətlə, marketinq böyük bir məfhumdur, hər kəs bilir. Əsas məqsədi hər hansı bir məhsulun və xidmətin satışını, düzgün auditoriyasını birinci növbədə müəyyən etmək ki, bu məhsulu və xidməti kimə sata bilərik və daha sonra onun maksimum çox satışını dəstəkləmək, tətikləməkdən ibarətdir. Bu, həmçinin pərakəndə satışda da eyni formatdadır. Sadəcə pərakəndə satışın həm üstün, həm çətin tərəfləri var. Mən ilk öncə üstün tərəflərindən danışmaq istəyərəm ki, burada hər kəs bir alıcıdır. Sonunda pərakəndə məhsulları istər qida və qeyri-qida məhsulları olsun, ağırlıqlı olaraq günlük tələbat məhsullarıdır və hər bir kəsin özünə, evinə, ailəsinə, uşağına lazım ola bilən, ehtiyac ola bilən məhsullardır. Yəni, müştəri kütləsi böyükdür, hədəf kütləsi böyükdür və əslində hər kəsdir. Bu, özlüyündə müsbət tərəfi olsa da, həm də bir çətin tərəfdir. Ona görə ki, çünki birbaşa insanların tələbatını təmin elədiyimiz üçün, son istehlakçı ilə işlədiyimiz üçün bunun özünün həm riskləri var, həm müştərilərlə işləməyin bir çətinliyi var, amma həm də özlüyündə maraqlı tərəfləri var. Ona görə pərakəndə də marketinq daha çox hərəkət tələb eləyir, daha çox operativliyi tələb eləyir, dinamikliyi tələb eləyir, müştərini daha dərindən bilməyi tələb eləyir. Aydındır. Təşəkkür edirəm. Mən prosta maraqlı olan hər zaman mənim üçün çox maraqlıdır. Ümumiyyətlə bu pərakəndə ticarət özü siniflənməlidir ya yox? Yəni deyək ki, məsəl üçün A kateqoriyalı mağazalar olmalıdır, hansı ki bu A sinifi şəxslər üçün, məsələn, daha lüks orada satışı olmalıdır, daha bahalı məhsullar olmalıdır. Deyək ki, B kateqoriyalı, bax, bu cür ümumiyyətlə sinifləndirmə dünya praktikasında varmı və bizdə də o cür sinifləndirmə varmı, yoxmu? Əslində, çox yaxşı sualdır. Dünya praktikasında bu var, amma sonunda bu bir biznes, belə deyək, maraqlarına dayanır. İllah da siniflənməlidir deyə bir qayda yoxdur və təcrübədə də hər kəs bunu bu formatda eləyir deyə bir anlayış da yoxdur. Amma biz istəsək də, istəməsək də bayaq dediyimiz kimi bütün tələblərimiz formalaşır müştəri istəklərindən, müştəri gözləntilərindən, müştəri alışqanlıqlarından. Ona görə müştərilər də, yəni insanlar da bir-birindən fərqli xüsusiyyətdə, fərqli istəklərdə, fərqli həvəslərdə olduğu üçün təbii ki, bu da özündə bizneslərdən fərqli yanaşmanı tələb eləyir bir növü. Və bizneslərdə seçim edirlər. Kimisi ancaq üst, belə deyək, segment müştərilərinə xitab eləyir, kimisi ancaq orta segment, kimisi isə ancaq aşağı segment. Bu, belə deyək, bir növü bazarın tələbidir. Biznesin qaydası deyil, amma bazarın tələbidir. Ramil, üzr istəyirəm, Namiq. Bəzən görürük ki, yuxarı segmentə xidmət edən bir mərkəz, ticarət mərkəzi və ya nə bilim mağaza, böyük bir market deyə bilərik və s. və ilax. Necə istəyirsiniz adlandırın bunu. Böyük bir, daha doğrusu A kateqoriyasına, əgər bunu bölürüksə, xidmət edən ticarət mərkəzi çox aşağı səviyyədə olan istiqamətdə bir marketinq siyasəti yürüdür, ya bilərəkdən, ya bilməyərəkdən. Bilməm, bunu nə ilə əlaqələndirmək olar? Əslində bunu mən düşünürəm ki, ən vacib nüansı, mən öz təcrübəmdən deyə bilərəm ki, mən satış komandasından marketinqə qoşulmuşam. Əslində mən marketinq kökənli insan deyiləm və professiyamda sırf marketinq deyil. Mən çalışdığım qurumda artıq 11-ci ildir fəaliyyət göstərirəm. Hansı ki, burada operator kimi fəaliyyətə başlamışam, daha sonra müxtəlif strukturlarda çalışmışam. Bunların içərisində isə ən çox faydalandığım düşünürəm ki, mənim sahədə birbaşa müştərilərlə çalışdığım dövrü əhatə eləyir ki, mən orada maksimum öyrənməyə çalışmışam. Yəni, birbaşa sahədə müştərilərlə işləmişəm, satışın özündə işləmişəm. Orada həm ən aşağı vəzifə kateqoriyalarında çalışmışam, daha sonra ən yuxarı vəzifə kateqoriyalarında çalışmışam və düşünürəm ki, bugün marketinqin tələbləri formalaşır satışdan, əməliyyatlardan və mən düşünürəm ki, xüsusilə bizim sektorda, pərakəndə sektorda bir marketinqçinin
bilməli olduğu vacib nüans satışdır. Və düşünürəm ki, daha yaxşı olar ki, marketinq adamları ya satışdan gəlsin və ya hansısa bir formada ciddi satış təcrübəsi keçsinlər. Yəni onlar müştərini daha yaxşı tanıyırlar. Eynən. Çünki sonunda marketinqin işi bayaq dediyimiz kimi hər hansı bir məhsulun və ya xidmətin onun müştərisinə satmaqdan ibarətdir. Birinci düzgün müştəri auditoriyasını müəyyən etməkdir, ikinci onu necə ona satmağı müəyyən etməkdir. Bunun da yolu birbaşa müştəri ilə ünsiyyətdən keçir deyə düşünürəm. Çox maraqlı bir məqam çıxdı ortaya Ramin bəy. Mənim üçün maraqlıdır. Ümumiyyətlə bizdə həmişə məsəl üçün maliyyə mühasibatlıqda sual olur ki, bir yaxşı maliyyətçi olmaq üçün mühasib olmağa gərəkir ya yox. Yəni maliyyətçi birdən-bir ola bilər, yoxsa hansısa bir mərhələdən keçdikdən sonra. Mənim üçün maraqlıdır. Sizə görə birinci deyək ki, bu ticarət aləminə daxil olan şəxsin satış bilgiləri mi yaxşı olmalıdır, yoxsa marketinq bilgiləri yaxşı olduğu zaman bu yaxşı satıcı ola bilər və yaxud da yaxşı satıcı gələcəkdə yaxşı marketoloq ola bilər? Okey, mən elə sizə birinci sualınıza da dəqiq cavab verə bilərəm. Çünki mən həm də maliyyədə çalışmışam, həm də maliyyəçiyəm əslində. Hər tərəfli. Bəli, yaxşı bir maliyyəçi mütləqdir ki, mühasibat sosunu dəqiq bilməlidir. Çünki maliyyənin işi rəqəmləri analiz etməkdir, dataları analiz etməkdir və göstərməkdir. Əgər bizim datalarımızda yanlışlıq varsa və ya ümumiyyətlə biz dataların hardan və necə formalaşdığını bilmiriksə, yaxşı maliyyətçi olmağımız böyük bir çətinlikdir və sual altındadır. Eyni şəkildə də bunu biz kopyalayıb belə deyək, marketinqin də üzərində yerləşdirə bilərik ki, biz bəli, yaxşı bir marketinq olması üçün onun mütəxəssis olmaq əladır. Onunla bağlı təlimlərdə iştirak eləmək, sertifikatlar almaq əladır, praktikanı öyrənmək əladır. Bunlar öz yerində. Amma mütləqdir ki, o sahədəki fəaliyyəti biz bilək. Onu bilmək sadəcə müşahidə eləməkdən ibarət deyil. Onun içində olmaq, eyni vəziyyətdə, eyni situasiyalarda olanda artıq sonra marketinqdə olub o barədə qərar vermək daha asan olur. Yəni bu mən düşünürəm ki, artıq trend də ona doğru gedir ki, mütləq, yəni marketinqçi yaxşı bir marketinqçi olmalıdır, əla, amma mütləq əməliyyatda təcrübəsi olmalıdır deyə. Maliyyəçi efirdədir. Davam edirik. Qonağımız Araz Supermarketlər şəbəkəsinin marketinq departamentinin müdiri Ramil Ağayevdir. Aparıcılar Namiq Əlizadə və Rəhman Rəsulovdur. Namiqin bayaq sözü yarımçıq qaldı. Bəli. Mənim üçün maraqlıdır. Ümumiyyətlə satıcı deyəndə kimi nəzərdə tutur? Yəni satıcı deyiləndə bir qısa bir iqtisadimi və yaxud da təcrübədən gələn bir izah formasında, bir də marketoloq deyəndə. Çünki bizdə çox qəribədir ki, mən özüm də müxtəlif bu sahələrdə, pərakəndə ticarətlərdə olmuşam, toptan ticarətdə də, eyni zamanda marketinq sahəsində də işləmişəm bir neçə illər. Biz hər zaman ümumiyyətlə marketinqə tam marketinq kimi baxmamışıq. Biz marketinqə necə baxmışıq? Sanki reklam sahəsi kimi. Məsələn, reklam işlərini həyata keçirən şəxs müəssisədə marketoloq hesab olunub, amma marketoloq özü çox mənə görə çox böyük bir məfhumdur. Demək olar ki, məhsulun A-dan yaranılmasından düz istehlakçıya çatdıqdan sonra qayıdan biz ona feedback deyirik. Geri dönüşlərə kimi olan nəticələri təhlil edən şəxsdir. Mən həmişə marketinqə belə bir tərif verirdim ki, marketoloqun işi bazara elə bir məhsul çıxartmalıdır ki, o qeyd şərtsiz satılsın. Amma təbii ki, bu da çox çətindir də. Bugünkü bu ənənəvi bazar dəyişib, yeni qaydalar var, alətlər var ümumiyyətlə. Mənim üçün maraqlıdır, satıcı kimdir, satış nədir və marketoloq kimdir, marketinq nədir? Fəaliyyətlərini biraz bir-birindən ayıraq və marketinqin tərkibinin özündə də reklamdır və yaxud da burada araşdırmadır və s. bunları hansı kateqoriyalara təxmini bölmək olar? Yeri gəlmişkən mən elə bu sualın ikinci tərəfindən, yəni marketinq və marketoloq hissəsindən başlamaq istəyirəm ki, ümumiyyətlə marketinq şirkətlərin bir növü bayraqdarıdır. Yəni marketinq daha çox gələcəyi görən, görə bilən, gələcəyi ehtimal eləyə bilən bir şəxs və ya komandadan ibarətdir. Burada daxildir, təbii ki, siz dediyiniz kimi, orada olan strukturlar. Bunlardan biri də araşdırmadır. Bu araşdırma, bazar araşdırması, müştəri araşdırması həm geriyə doğru dataların analizi və araşdırmasından çıxırsa, həmçinin canlı müştəri soruşturmalarından önə çıxırsa, həmçinin də ümumiyyətlə dünya trendlərinin izlənilməsini, bazarın gedişatını müəyyən eləməlidir ki, marketoloq, marketinq komandası, şirkət gələcək strategiyalarını onun üzərində qura bilsin. Hətta gərəkdiyində marketinq şirkətin strategiyasına yön verə biləcək bir strukturdur.
bir fəaliyyət növüdür. Yəni ona görə əslində marketinq çox qlobal bir fəaliyyət sahəsidir ki, bura daxildir həm müştəri araşdırmaları, həm bazar araşdırmaları, həm məhsulun dizaynı, ümumiyyətlə xidmət, hansı sahədə xidmət göstərsənsə, əmtənin görünüşü olsun, dizaynı olsun, bunun özü də bir araşdırmaya dayanır ki, müştəri bizdən nə gözləyir? Bizim əmtədən istəyi nədir? Ümumiyyətlə bizim əmtə nişanımızın dizayn formatı növbəti 5 ildə, 10 ildə bizim biznesi dəstəkləyəcəkmi? Bazarın dəyişikliklərini dəstəkləyəcəkmi? Ona görə bu sahədə marketinqçi daim araşdırmada olmalıdır, daim yeniliklərlə, yeni fikirlərlə dolu olmalıdır, zəngin olmalıdır. Satıcı məsələsinə gəldikdə isə satış daha çox əməliyyat standartlarını düzgün icra eləməlidir, ümumiləşdirsək. Yəni satıcı ona müəyyən olunmuş, təyin olunmuş qaydalara uyğun olaraq müəyyən olunmuş şərtlər daxilində müəyyən olunmuş müştərilərə məhsulu düzgün təqdim etməlidir. Marketinq isə buna yönü verməlidir ki, ümumiyyətlə o satıcı məhsulu necə təqdim etməlidir. Bir növ marketinq daha çox biznesə, satıcıya yön verəndir, istiqamət verəndir, gələcəyi göstərəndir. Satışın arxa planıdır da, belə deyək, arxa fonu deyək, ya arxa ofisi deyək. Tam arxa deməzdim, əslində həm arxası, həm yanı, həm də önüdür. Aydındır. Mən bu arada bir sualda marketoloqların Azərbaycanda harda yetişməsi ilə bağlı danışmaq istəyirəm. Xeyli marketoloq var. Kimi soruşsan, harda işləyirsən, marketinq mütəxəssisiyəm deyir, marketoloqam deyir. Harda yetişirlər? Universitetdəmi, yoxsa müəssisələrdə, şirkətlərdə təcrübə ilə onlar bir mərhələyə gəlib çatırlar? Təliblərindəmi? Mən bu suala daha geniş cavab vermək istəyərdim. Bildiyimiz kimi bizim ölkə müstəqilliyindən çox da uzun müddət keçmir və ölkəmizin ümumiyyətlə dövlətimizin strategiyası, iqtisadiyyatımızın inkişafı, xüsusilə son illər iqtisadiyyatda həyata keçirilən islahatlar, bunlar hamısı ölkə iqtisadiyyatının inkişafına xüsusi dəstək verən amillər və faktorlardır. Təbii ki, bizneslər inkişaf etdikcə, ölkə iqtisadiyyatı inkişaf etdikcə bu özlüyündə yeni professiyaların yaradılmasına və ya mövcud fəaliyyətlərin daha da inkişaf eləməsinə şərait yaradır. Bunlardan biri də həmçinin marketinq sahəsinin inkişafıdır. Biz dediyimiz kimi iqtisadiyyat, ölkə iqtisadiyyatı inkişaf elədikcə həm yerli investorların xaricə çıxışı, həm xarici investorların ölkə bazarına daxil olması, bu təbii ki, inteqrasiya, bu həm də insan resurslarının inteqrasiyasına səbəb olur ki, bizim gənclərimiz, bizim mövcud bugünkü marketoloqlarımız həm yerli nəzəri bilikləri alırlar universitetlərdə və s. Həmçinin xarici təcrübəni dərindən öyrənirlər, praktik olaraq xaricdə həm təhsil alaraq, həm iş fəaliyyətində öyrənirlər və ya xaricdə olan marketoloqların ölkəyə dəvət olunması ilə, onların təlimləri ilə və ya real iş şəraitində, biznes mühitində təlim verməklə bizim marketoloqlarımız yetişir deyə düşünürəm. Eyni sahədə mən öz çalışdığım qurumdan bu nümunəni göstərə bilərəm ki, biz bir sıra öncül Avropa və dünya şirkətləri ilə əməkdaşlığımız var, partnyorluğumuz var. Biz onların oradakı ofislərində oluruq, iş şəraitlərlə tanış oluruq, biznes mühitlərlə tanış oluruq. Onlar ara sıra bizim ofislərdə olurlar, bizim şirkətlərlə tanış olurlar, ölkədə mövcud olan bazar iştirakçıları ilə tanış olurlar, analizlər edirlər və öz fikirlərini və tövsiyələrini verirlər və bunun özü bizim ciddi şəkildə bu sahədə yetişməyimizə səbəb olur və düşünürəm ki, eyni digər şirkətlər də bu fəaliyyətləri həyata keçirirlər. Aydındır Rami bəy, mənim prosto maraqlı bir məsələ var. Məsələn, beynəlxalq təcrübələr dediniz, təhsillər dediniz. Ümumiyyətlə bilirsiniz ki, kadr, yəni insan resursu axını bir də görürsən xaricdən də biz mütəxəssislər gətiririk müəyyən rəhbər vəzifələrə və s. Məsələn, mənə görə mən bir çox böyük şirkətlərdə görmüşəm ki, xarici mütəxəssislər maliyyə sahəsində, mühasibatlıq sahəsində heç də uğurlu olmuyor. Çünki bəlkə də burada qanunvericilik deyə bir şey var, ölkənin bir maliyyə fiksal siyasəti var və s. Bunlara görə məsəl üçün bir çox şirkətdə mən uğurlu xarici mütəxəssisin maliyyədə gəlib hər hansısa bir dönüş eləməyini görməmişəm. Eyni zamanda bunun əsas səbəblərindən də biri maliyyə mühasibatlıq ölçülə bilən bir sahədir. Yəni konkretdir. Məsəl üçün vergi qanunvericiliyi nə deyir, ona uyğun bir uçot sisteminin qurulması, maliyyə standartları nə deyir, ona uyğun uçot qurulması. Mənə maraqlıdır, marketinqdə necə və yaxud da satışda necə? Satış ola bilər, marketinqdə necə? Mənim üçün maraqlıdır. Bu xarici mütəxəssislərin burada hansısa bir uğur qazanmaları
daha mı yüksək nəticə faizmi sahibdir, faizə mi sahibdir, yoxsa onlar belə maliyyədəki kimi heç də o qədər də uğurlu olmur. Çünki hər bir ölkənin öz bir belə deyək də adəti var, ənənəsi var. Bu barədə bir təcrübələrinizdən deyərdiniz bilərik. Bir öncəki sualda bildirdiyim kimi ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı burada yeni biznes sahələrinin yaranmasına və ya inkişafına şərait yaratdı. Bunlardan da biri məsələ bizim də fəaliyyət göstərdiyimiz pərakəndə sektordur ki, hal-hazırda ölkədə pərakəndə şəbəkələrin ümumi ölkənin ticari dövriyyəsindəki payı 30%-dir. Müqayisə üçün qonşu ölkələrimiz Türkiyədə bu 60-65% civarındadır. Rusiyada 65% civarındadır. Hətta qonşu Gürcüstanda belə 65%-ə yaxındır. Niyə bu qədər fərq var? Onu da deyəcəm sizə. Əhalisi bizə yaxın olan Avropa ölkələrində Macarıstanı misal göstərə bilərik ki, şəbəkə marketlərin toplam ticarət dövriyyəsindəki payı 85%-dir. Bizdə ilk də mən dedim 30%-dir. Bunun əsas səbəbi odur ki, biz 30 ildən biraz artıq müddətdir ki, müstəqillik əldə eləmişik və bu sahələr yeni sahələrin özlüyündə yaranmasına şərait gətirib çıxardı. Bunlardan da biri pərakəndə ticarətdir. Pərakəndə ticarət özlüyündə isə bizdə son 10 ildə biz deyə bilərik ki, aktiv şəkildə fəaliyyət göstərməyə başlayıb və indi biz inkişaf dövrünü yaşayırıq. Və buna görə də təbiidir ki, biz bu sahədə xarici təcrübədən yararlanaq. Həm oradan bura mütəxəssislər dəvət eləyək, onlar gəlib burada təkcə təlim verməklə də bu iş bitmir. Hətta ehtiyac yarana bilər ki, bəzən onlar bir neçə ay, hətta bir neçə il qalıb burada fəaliyyət göstərə bilirlər. Çünki siz dediyiniz kimi bazara öyrənməlidirlər, ölkənin qanunvericiliyini bilməlidirlər. Yəni effektivdirmi? Mən onu demək istəyirəm. Xarici mütəxəssisin burada cəlb olunması effektivliyi var. Marketinq sahəsində daha effektivdir. Bəli. Yəni bizdə belə başa düşdüm ki, marketinq xidmət parçası olduğu üçün, xidmət hələ bizdə o qədər inkişaf eləmədiyi üçün digər ölkələrin xidmət sahəsinə görə biz onlardan təcrübə öyrənə bilərik. Bəli, öyrənə bilərik və hal-hazırda mən çalışdığım qurumda, həmçinin bizim fəaliyyətdə olduğumuz sferada da bir çox digər şirkətlər də bu xarici təcrübələrdən yaxın mənada istifadə edirlər. Bəli. Və bunun da effektini görürlər. Avto FM-də maliyyəçi ilə davam edirik. Qonağımız Araz Supermarketlər şəbəkəsinin marketinq departamentinin müdiri Ramil Ağayevdir. Namiq Əlizadə və Rəhman Rəsulov aparıcı qismində buradayıq. Mənim belə bir sualım var. Ümumiyyətlə bazara bir məhsul çıxartmaq üçün biz ilk öncə hansı mərhələlərdən keçməliyik? Yəni hansı ki, təbii ki, biz onun nəticəsinin uğurlu və ya uğursuz olmağını danışmırıq. Sadəcə deyək ki, bir bazara telefon çıxartmaq üçün ilk öncə nədən başlanılmalıdır? Bunun bazarı araşdırılmalıdır. Deyək ki, mərhələli şəkildə və yaxud da ümumiyyətlə telefona ehtiyac varmı? Bunun öyrənilməsi mənim üçün maraqlıdır. Qısa bir addımlarla nə kimi fikirləri bildirə bilərsiniz? Təbii ki, birinci bütün işlərin başında, xüsusən marketinq sahəsində bu araşdırmaya dayanır. Birinci bazar araşdırılır. Bazarda mövcud oyunçular, mövcud məhsullar analiz edilir. Onların alıcıları kimlərdir? Alış tezlikləri nə qədərdir və s. Bunlar həm sorğular nəticəsində müəyyən oluna bilər, həm müşahidələr nəticəsində müəyyən oluna bilər. Amma burada bir nüansı demək istəyirəm. Məsələn, siz vurğuladınız ki, ümumiyyətlə bazarda buna ehtiyac varmı? Əslində elə marketinqin bir növü də digər qurumlardan fərqi o ehtiyac olmadığı halda necə onu ehtiyaca çevirməlidir? Ehtiyacı yaratsın. Yəni bir növdə bəli, o tələbatı da yaratsın. Marketinq bayaq dediyim o bayraqdarlıq funksiyası əslində burada üzə çıxmış olur ki, bəlkə də ona ehtiyac yoxdur, amma onu elə formada yarada bilərik, elə formada təqdim edə bilərik ki, artıq ona ehtiyac formalaşa bilər. Yəni dünya təcrübəsindən elə bugün bizim istifadə etdiyimiz ağıllı telefonları buna misal göstərə bilərik. Bəlkə də onlar yarananda ehtiyac yox idi. Amma elə yaradıldı, elə təqdim olundu, ehtiyac elə formalaşdırıldı ki, bəli, bugün onsuz mümkün deyil artıq. Ayşə, mən elə düşünürəm ki, bu artıq tələbatdan da keçib kənara, bildiyimiz ehtiyacdır. Necə ki, qidaya ehtiyacımız var, hər kəsin də bir internetə, deyək ki, smartfona ehtiyacımız var. Tamamilə doğrudur. Mən bir nöqtəyə də toxunum. Ümumiyyətlə, marketinq alətlərindən bir istiqaməti də reklamdır. Araşdırma haqqında kifayət qədər danışdıq. Reklamın ümumiyyətlə reklam özü ölçülə biləndimi? Yəni biz ölçə bilərikmi? Bu məhsul bu ay və yaxud da bu aylarda reklamı getdiyi üçün daha çox geri dönüş eləyib, dövriyyəsi artıb, satışı artıb. Amma məsəl üçün bunun ümumiyyətlə reklamın təsiri varmı? Və nə dərəcədə bunu
ölçmək mümkündür ya qeyri-mümkün. Məsələn, mən praktikada çox vaxtı marketinqlə ünsiyyətdə olanda olar ən çox marketinqlə maliyyənin toqquşması olur da. Biz məsələn vəsait vermək istəmirik, deyirik ki, bizim üçün marketinq lazım deyil, bu vəsaiti ayırmayaq. Amma nəticə olaraq bizə israr edirlər ki, xeyr, biz bu reklamı etdiyimiz üçün biz bu qədər satışımızı artırdıq. Amma mən düşünürəm ki, orada başqa faktorlar da var. Ümumiyyətlə rəqib ola bilər, zəif olsun, ola bilər keçmiş aylarda ambarında həmin maldan olmayıb, artıq indi gəlib qiymətdə hansısa bir endirim belə deyək, kampaniyası keçirmisən və s. müxtəlif belə deyək də səbəblər gətiririk, amma reklamı həmişə uzaqlaşdırır. Sən reklam tərəfdarı bəlkə deyilsən, amma reklam çox önəmli şey. Məncə yeni başlayan sahibkarlara da məncə bir düzgün istiqamət verməliyik. Ona görə Ramil bəy bu istiqamətdə fikrini bildirsin. Mənim üçün də önəmlidir. Mən biraz reklamı birinci böyütmək istəyirəm. Sonra əslində reklam özü bir işin bir parçasıdır. Kommunikasiyanın bir parçasıdır. Kommunikasiyanın özü iki yerə ayrılır. Bir, imic yönümlü kommunikasiya, bir biznes yönümlü kommunikasiya. İmic yönümlü kommunikasiya daha çox məhsulun sahibi olduğu şirkətin və yaxud əmtənin sahibinin, sahibkarların düzgün kommunikasiya olunması, insanlara çatdırılması ki, bu biznesin arxasında kim dayanır? Hansı şirkət dayanır? Ümumiyyətlə bu şirkətin və yaxud bu sahibkar və ya sahibkarların iqtisadiyyata töhfəsi nədən ibarətdir? Dövlətə töhfəsi nədən ibarətdir? İctimaiyyətə töhfəsi nədən ibarətdir? Bir, budur. Kommunikasiyanın bir növü. İkinci növü isə siz dediyiniz kimi sırf məhsulun satışı, yeni müştərilərin cəlb olunması, mövcud müştərilərin məmnun olunması və s. Bunun da vasitələrindən biri reklamdır. Reklamın özünü də biz ayıra bilərik. Ənənəvi reklam vasitələrinə, hansı ki televiziya, radio, küçə reklamları və s. Və bir də müasir dövrümüzün tələbi olan rəqəmsal platformalar, bəli. Rəqəmsal platformalarda olan reklamlar. Bunların özü də ölçülə bilən də, həm də ölçülə bilməyənə ayıra bilərik. Məsələn, biz bugünkü gün rəqəmsal platformalarda gedən reklamlarımızı rahat bir şəkildə ölçə bilərik. Yəni birbaşa datalara əsaslanaraq, rəqəmlərə əsaslanaraq biz bunu ölçüb hətta müqayisə də eləyə bilərik ki, bunun bizə geri dönüşü oldu mu, oldusa nə qədər oldu? Çünki orada biz rəyləri görə bilirik, izləyiciləri izləyə bilirik, hətta oradan müştərilərin alışqanlıqlarını belə müəyyən eləyə bilərik. Amma ənənəvi reklamlarda bunu biraz etmək çətindir. Çünki konkret gözlə görülən, əllə tutula bilən bir rəqəm ifadəsi yoxdur. Amma bütün hallarda reklam vacibdir, mütləqdir. Bazara yeni məhsul çıxarırıqsa da bu mütləqdir. Var olan bir məhsulla da davam ediriksə bu mütləqdir, bir mənalı şəkildə. Xüsusən biz əgər inkişaf eləmək istəyiriksə, bazarı böyütmək istəyiriksə, bunu etmək məcburiyyətindəyik. Hər bir şirkətin marketinqi olmalıdır. O əslində bəzən olmalıdır. Sahibkarlar bunu kəsməyə çalışırlar. Aydındır. Və fikirləşir ki, mən özüm oturmuşam bu kresloda, Bəli. hamısını özüm eləyəcəm. Onun qlobal səviyyədə əslində marketinq bir xərc mərkəzi kimi görünür. Əslində biraz baxışları dəyişə bilsək ki, marketinq xərc yox, gəlirə mənbəyidir. Gəliri formalaşdıran bir qurumdur. Onda ciddi məncə təsir eləyər. bəli, ciddi şəkildə bu proseslərə təsir eləyəcək. Bu gün sevindirici haldır ki, biz fəaliyyət göstərdiyimiz sektorda bütün şirkətlərdə bunu müşahidə edirik ki, marketinqə həqiqətən də ciddi mənada yatırımlar olunur. Sahibkarlar bu marketinq fəaliyyətlərini dəstəkləyirlər, dəstəkləyəcək yönümlü addımlar atırlar. Təbii ki, marketinq hər bir şirkətdə olmalıdır deyə düşünürəm. Şirkətin həcminə görə, bazar payına görə o marketinq komandasının və ya marketinq fəaliyyətinin həcmi də az və ya çox müəyyən oluna bilər, amma mütləq ki olmalıdır deyə düşünürəm. Mən təklif eləyərdim, hər zaman burada danışırıq sahibkarlara, yeni sahibkarlıqla məşğul olmaq istəyən şəxslərə bir mütəxəssislər vasitəsilə yol göstərmiş oluruq. Yəni biz özümüz yox. təbii ki, Namiq maliyyə tərəfini, sizdən də marketinq tərəfini öyrənəcəm. Bax, yeni bir biznes quran adam bu işi həm çox maliyyə baxımından yüklənməsin deyə, həm özünü maliyyə baxımından nizamlaya bilsin deyə bu işi necə qurmalıdır, nədən başlamalıdır? Məncə burada ən optimal variant kənar xidmətlərin alınmasıdır. Yəni Outsource. Bəli, outsource-un alınmasıdır. Çünki adətən strukturun daxildə yaradılması bu daha maliyyətli bir işdir və uzun vadəlidir. Amma yenə burada da sahibkar
öz belə deyək, ümumiyyətlə uzun vadədə hara kimi getmək istəyir? Hədəfləri nədir? Birinci bunu düzgün müəyyən eləyə bilsə, daha sonra bunu outsource mu alsın, daxildə mi yaratsın, bunun qərarını vermək asan olar. Amma başlanğıc üçün ilkin olaraq outsource xidmətinin alınması mütləq Daha deyə tam düşünürəm. xidmət ala bilər. Bəli, burada. daha rahat Yəni ola bilər, daha rahat əlçatan ola bilər, əlçatan amma ola bilər. əgər uzun vadədə daha çox bazar payına malik olmaq istəyirsə, o təbii ki, komandasını da qurmalıdır və bu komandanın içərisində ayrılmaz parçası da marketinq komandasıdır. Bir dənə sualım var. Bu günlərdə bu SMM menecer deyirlər. Bunun işi nə qədər önəmlidir? Yəni əvvəllər bizim üçün çox yad bir sahə idi, amma bu günləri baxırsan ki, ola bilər bir şirkətdə heç peşəkar marketoloq götürmür işə, amma bir yaxşı SMM meneceri götürür ki, mənim sosial şəbəkələrdə, platformalarda reklamımı daha yaxşı eləsin, daha sürətli tanıtımıma səbəb olsun. Bu gün üçün doğrudanmı ona ciddi ehtiyac var, ya elə fikirdir formalaşıb belə bir? Əslində bazarın tələbidir bu. Yenə də dediyimiz kimi tələbi. günümüzün tələbidir bunu formalaşdırıb və bu da bugünkü gün rəqəmsal platformalar marketinqin ayrılmaz bir hissəsidir. Heç təsadüfi deyil ki, bir çox iri şirkətlərdə məhz rəqəmsal marketinq elə marketinqin daxilində olur və ənənəvi marketinqlə paralel bunlar fəaliyyət göstərirlər və təbii ki, rəqəmsal marketinqin idarə olunması üçün də orada sosial media mütəxəssislərinin olması özlüyündə mütləqiyyət təşkil edir. Mütləqdir və mən düşünürəm ki, mənə görə elə ən vacib sahələrdən biridir. Məsələn, müəssisə yaradılanda necə ki, müəssisənin mühasibə olmalıdır. Mənə elə gəlir ki, müəssisənin artıq mütləq, belə deyək də, zəruri tələbidir ki, SMM menecerdə olmalıdır. Çünki günümüzdə sosial şəbəkələr hər kəs üçün daha əlçatandır, daha operativdir. Artıq biz deyə bilərik ki, istifadəçisi çox. Bəli, sosial media artıq radiodan daha yaxındır insanlara, televiziyadan daha yaxındır insanlara. Biz istəsək də, istəməsək də bu belədir. Bəli, bu radionun, televiziyanın belə deyək, nüfuzunu aşağı salmalı deyil və düşünmürəm ki də salır. Onların öz fəaliyyətləri var, amma ənənəvi bir vasitədir. Bəli, o da ki mütləq olmalıdır və düşünürəm ki, burada da inkişaf ehtiyac var və olacaqdır deyə düşünürəm, amma sosial media özlüyündə artıq günü-gündən dəyişir, dayanmır. Dünya təcrübəsi dəyişir, bazar dəyişir, insanların alışqanlıqları dəyişir. Buna görə də mütləqdir ki, iri şirkətlər, xüsusən sahibkarlar bu məsələyə xüsusi önəm və diqqət ayırsınlar. Məsələ ondan ibarətdir ki, ənənəvi vasitələr də artıq bu rəqəmsal platformalara nüfuz eləməyə başlayırlar. Əslində, məsələn, televiziyanın, radionun, digər vasitə qəzetlərin rəqəmsal platformaya meyl eləməsi, özlərini ora inteqrasiya eləməsi bu yüksək nəticələrə gətirib çıxardan amillərdir. İkincisi də bütün dünyada, məsələn, sırf radioların fəaliyyətindən söhbət gedirsə, bütün dünyada radio layihələrin effektiv olduğu ilə bağlı müəyyən faktlar mövcuddur, araşdırma mövzuları mövcuddur. Məsələ ondan ibarətdir ki, məsələn, sizin çalışdığınız sahə var. Supermarketlər şəbəkəsi. Mən bilmirəm, bəlkə doğru adlandırmadım. Doğrudur. Marketinq şöbələrinin, yəni ayrı-ayrı şirkətlərin marketinq şöbələrinin rəqabəti deyilən bir anlam varmı? Və bunun nəticələrini necə görə bilirik? Rəqabəti əslində bu biraz daha məhdudlaşdırır. Rəqabət bütün hallarda var. Rəqabətin özü elə iqtisadiyyatın, həmin sahənin inkişafına töhfə verən bir amillərdəndir və bizim qurumda bu məsələyə bu kimi yanaşma edirik. Yəni biz rəqiblərimizin inkişafına bir növ sevinirik. Çünki dolayısıyla bu bizim də inkişafımıza töhfə verir, bizim də özümüzü dəyişməyimizə səbəb olur. Biz daha çox təbii ki öncüllük eləmək niyyətindəyik, bu istiqamətdə çalışırıq və eyni şəkildə də marketinq olaraq biz qurumumuzun daha öncül olması üçün, daha sürətli inkişafı üçün maksimum dəstək verməyə çalışırıq və təbii ki bunun özündüyündə də bir rəqabət var və bu rəqabət yarışmasında biz digər şirkətlərdə də uğurlu fəaliyyətlər görürük elə marketinq sahəsində və onları da yaxşı mənada belə deyək alqışlayırıq. Mən bir son sualım var. Buyur. Supermarketdən düşdü söhbət. Mənim üçün maraqlıdır ki, bir market açılan zaman deyək ki, məsəl üçün ərazidə digər rəqiblərdən 2 market var. O ərazidə heç bir tikinti olmur, heç bir tikinti yoxdur. Yəni yaşayış kütləsi daxil olmur. Elə köhnə kütlə ilə başqa bir böyük market gəlir orada öz mağazasını açır. Yəni biz bilirik ki, məsəl üçün burada artıq biz hansısa bir bazar böyütmədən danışamarıq. Çünki orada yeni bir bina tikilməyib ki, orada yeni kütlə gələ.
Deməklə çıxır ki, bizim məqsədimiz burada rəqibdən nəyisə oğurlamaqdır. Yəni deyək ki, dünənə ki, əgər o binanın yaşayan sakinləri iki mağaza arasında bölünürdüsə alışları, bir 10% də digər yerlərdən, işlərindən çıxanda yol üstü alardılarsa, əsas hissəsi, deyək ki, 80% həmin o iki market. Bu üçüncünün ora ehtiyacı var ya yoxdur? Bunu nəyə görə eləyirik? Bax, mənim üçün həmişə maraqlı olan suallardan biri. Əhali kütləsi artmayıb, o yaşayış zonasında eyni sayda qalıb, amma baxırıq ki, artıq 3-cü və yaxud da 4-cü və 5-ci böyük mağaza öz şəbəkəsini orada açıb. Yəni bunu digər rəqiblərlə oturub hansısa bir formada bölüşmə eləyirsinizmi, müzakirə eləyirsinizmi, vəbşə bununla bağlı bir assosiasiya varmı ki, biz bununla bağlı bir müzakirə eləyək ki, hansı mağazalar burada açılıbsa 2 dənədən sonra biz buna daxil olaq və yaxud da olmayaq. Ümumiyyətlə burada məsələni belə qoymaq istərdim ki, dövlətimizin iqtisadiyyata dəstəyi, istər vergi tənzimləmələr olsun, digər strukturlar vasitəsilə tənzimləmələr olsun, burada azad rəqabət mühiti formalaşır. Təbii ki. Və belə bir mühit olduğu halda hər hansı bir anlaşmaya getməyə və irəlidə bilirik ki, 1 iyul tarixində artıq rəqabət məcəlləsi qüvvəyə minəcək. Orada da bu məsələlər çox həssaslıqla belə deyək də qeyd olunub, vurğulanıb. Hər hansı bir danışıqlar və s. ümumiyyətlə müzakirə mövzusu deyil və azad rəqabətə də deyərdim ki, ziddir. Qaldı ki, siz dediyiniz kimi deyək ki, bir bina var, bir yaşayış massivi var, orada artıq 2 və ya 3 başqa şəbəkə fəaliyyət göstərir, dördüncüsü də ora daxil olursa, burada yenə dediyim kimi rəqabətin güclənməsinə səbəb olur və sonunda qazanan yenə də müştəri olur, istehlakçı olur. Çünki bir-birləri ilə müqayisədə daha münasib qiymətə məhsul satmağa çalışırlar, daha yaxşı xidmətə göstərməyə çalışırlar. Təbii ki, bazardan pay almağa çalışır hər kəs ki, özünü inkişaf elətdirsin. Çətin olur, razıyam, amma kiminsə uğurlu o qədər də sərfəli bir şey deyil axı o cür olmaz. Çünki mən yeni gəlmişəmsə təbii ki, daha aşağı qiymət eləməliyəm, daha yüksək keyfiyyətli xidmət göstərməliyəm. Birazca çətin olur məncə. Razıyam ki, bəli, ciddi ciddi şəkildə yatırımlar tələb eləyir. Müəyyən itkilərin gözə alınması deməkdir, amma sonunda bazar payının əldə olunması üçün bu özlüyündə bir mütləqiyyət təşkil edir. Təşəkkürlər Ramin bəy. Çox maraqlı bir mövzularda toxunduq məncə. Maraqlı müzakirə oldu. Minnətdarıq sizə. Mən təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür. Studiyamızın qonağı maliyyəçidə Araz Supermarketlər şəbəkəsinin marketinq departamentinin müdiri Ramil Ağayev idi. Aparıcılar Namiq Əlizadə və Rəhman Rəsulovu eşitdi. Sabah elə bu vaxt yenidən efirdə olacağıq. Diqqətiniz Avto FM-də olsun. Təşəkkürlər, sağ olun. Görüşərik.